Allah'ın salamı olsun. Ey Müslümanlar, Allah yolunda yürümeye, düz danışmağa mükəlləfsiniz. Amma mükəlləf deyirlər, məcburiyyət yoxdur dində. Düzməli. Amma İslamı qəbul edən bütöv qəbul eləməlidir. Məsəl üçün, Allahın ayələrinə uyduqda dinin, İslamın qaynağı, məsəl üçün, bizim üçün öyrənməyimiz mənbəyi Qurandır. Quranı, məsəl üçün, 68-ci surənin 8-ci 10-14, yəni 10, 14 sayı. Ondan 14'e qədər, 14 də daxil olmaqla ayə oxuyun, xahiş edirəm. Kim istəyir, qulaq asa bilər, kim istəyir, yox. Dində məcburiyyət yoxdur dedim, xahiş edirəm. Yox, xahiş edirəm, buna müstəq, yox, xahiş edirəm. İtaət etmə Allahımız buyurur. Həqiqəti inkar edənlərə, davamlı olaraq yalan yerə and içənlərə, rəzinlərə, söz gəzdirənə, hər kəsi pisləyənlərə, xeyrə mani olanlara. Hər kəsi pisləyən deyinə nə yazır? Şantajçılar. Sonra xeyrə mani olanlara, itaət etmə həddi aşanlara, günaha batanlara, daş ürəkliyə və pisliklə mühürlənmişdir. Nəyə var edədir pək bu mövzu? Məsəl üçün, bir tərcümədə, məsələn, Çıraq nəşriyyatı 2005-ci ildir. Məsələn, orada 2005 desin. Sonra o Allah şükürün qondarma oğurladığı, yəni Tarih Həsənovdan oğurlayıb çap elədiyi ki, redaktoru olduğu kitab var. O uzatma söhbəti, sonra polisə bildirmişdən sonra dəqiq, yaxşı deyil, qəyim boşaldı. Mələk də deyir, fakt da var, o kitaba baxanda, nəysə, qabağını, nəysə, polisə bildirmişsən, cəmaata da bildirməksən. Məsələn, ay cəmaat, baxın, Çıraq nəşriyyatı 5-də, 2005-də. Orada, məsələn, yaxşı, göstər, deyərəm nə dedim, bir də gəlib baxarsın. Bu, xəttəmin sənlərsə qeydlərin və kitabın qıraqlarında, yəni, səhv tərcümədə, sonra qeydlər, yəni bu məntiqlə Allah bunu deyərmi, deməzmi deyə araşdırmaq üçün oxuduqca qeydlər eləmişəm, belə, sonra kitabın içində də eləmişəm, amma qıraqlarda, sonra yox, içində də məsəl üçün səhv mötərizələr var, onlara bir neçəsini silmişəm, çünki Tarih Həsənov da səhv edə bilərdi. Axır ki, Ziya Bünyadov şərhləri güya yazır. Sonra Ziya Bünyadov fikirlərini çərçivənin içindədir. Yəni, ölübsün mənasında. Vasil Məmmədəli, sonra nəşrin redaktoru, sonra Çıraq nəşriyyatı 2005-ci. O gün bu, Allah şükür Paşazadə güya məsləhətçi redaktor. Halbuki bu Tarih Həsənov bu kitabı tərcümə edib. Baxın, bir dənə şərhləri Ziya Bünyadov kitabı yazanda yəni, yazdı, sonra da özünü güllələdi, belə çıxır. Mələk, sən deyirsən ki, Ziya Bünyadov öldürür. Bəli, Ayşəniz, Allahın şahidliyi ilə deyirəm. Sonra Ziya Bünyadovu öldürüb, deyirəm də, bayaq demişsin, Allah şükür Paşazadə Ziya Bünyadovu öldürüb, şəhid edib. İndi baxın, bu Ziya Bünyadov ölü şərh yaza bilərmi kitaba? Yoxsa tərcümə elədi, ya heç kəs tərcümə eləmir, Tarih Həsənov qutar bir söhbət. Ölü şərh yaza bilərmi? Sonra qutar. İndi keçək, deməli, bildirmişsən də polislərə, sonra dəfələrlə bildirən nə atılır dəlxanı, nəysə, onu da alıb bəlkə deyirlər. Elə bir söz var, ona aparırlarsa da Allah görür hər şeyi. Sonra, deməli, bu kitabda, Tarih Həsənovun tərcümə elədiyi həmən o kitabda, məsələn, mal dövlət, oxu, daş ürəkliyə, yəni, sonra, bax, bu pisliklə mühürlənmişlərə orada yazılıb ki, tərcümədə ki, əsl nəsəbi bilinməyən
Əsl nəsəbi bilinməyən, nə? Gör necədir, sən yazını salın. Yəni, biz doğulmuşa da, yəni, gör necə deyirlər, biz yazılmayıb orada. Əsl nəsəb bilinməyənlərə nədir? Biz doğulmuşsa, ay sağ ol. Nəysə, orada bir sözlə yazılır, əslində pisliklə möhürlənmişləri olmalıdır. Pisliklə möhürlənmiş olmaq istəmirsinizsə, ayələri vacibdir, yayın. O mal dövlət ya oğul uşaq sahibi olsa belə adamlara Allah Teala buyurur ki, itaət etməyin. Məsəl üçün, mən də onlara itaət etmək istəmirəm və deyirəm. Siz də deyin, ayədir bu da. Allahım, sən mənə nemət bəxş etdiyin üçün, Allahım, qurbanım, sən mənə nemət bəxş etdiyin üçün, mən günahkarlara heç vaxt dəstək olmayacağım. Tutduğumuz hava da nemətdir və bunu heç kəs bizə verə bilməz. Hər şey nemətdir. Cənnətdə vermək istəyir Allah bizə. Ağlınızı işlədin deyir. İndi baxın, ağlınızı işlədir. Əgər pisliklə möhürlənmişlərin yerinə gedir ki, məsəl üçün, orada necə idi? Əsl nəsəbi bilinməyən. Əsl nəsəbi bilinməyən bir adam. Tutaq ki, məni doğub atsaydı harasa, yetimxanaya ya hara, məsəl üçün, ya da uşaq evinə deyə, yetimxana deməzsə, tövbə estağfurullah. Deməzləməz, yox. Uşaq evinə, yetim olsaydım, atam anam bilinməsəydi, məsələn, bir də var, mən Türk kinolarında görmüşəm ki, uşaq atası bilinmir deyə, bu üçün hamı ailə sahib ki, biz mənasında, biz adı qoymaq əslində olmaz, çünki biz ləqəbdir, əslində tənədir, belə Allahımız buyurur ki, Allah'a itaət edin və elə şeyləri, yəni bilmədiyinizi deməkdən çəkinin, çünki pisliklə möhürlənməmək üçün çəkinmək lazımdır. Allah'a itaət edin, amin, sağ olun. Rəvi nə gətirir? Şeytan rəvi gətirir ki, deyin, fikir nə gətirir? Sağ olun. Gəlin görüşləri də belə fikir gətirir. Sən nə deyirsən? İnşallah Allah bizimlə olsun. Bütün güc, qüvvət yalnız Allah'a məxsusdur. Unutmayaq, hələlik. Yalan yerə, and içənlərə. Oxuyun, nə gözəl ayədir. Biz oxuyarıq. İtaət etmə. Gəmərək oxuyarıq, zikr eləyin.